Hər vaxtınız xeyir, real intervyu efirdədir. Studiyada qonağım Təbrizdən yenicə gəlmiş şair yazıcı Həmid Hirçidir. Həmid müəllim, hər vaxtınız xeyir olsun. Çox sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm. İran müharibəsi başlamamışdan əvvəl siz Təbrizə getdiniz və elə qısa bir müddətdə də regionda müharibə başladı. Mən müharibənin o detallarına varmayacağam, amma bəzi məqamlar var ki, onları təbii ki, sizdən soruşacağım. Ən əsas məsələ müharibə başlayanda hər birimizi düşündürən məsələ təhlükəsizlik məsələsi idi. Oradakı insanlar, Təbrizdəki insanların təhlükəsizliyi necə qorunurdu? Mənim oraya getməyim sırf təsadüf idi. 20 fevral tarixində mən şəxsi işlərimə görə məhkəmə işlərim var idi orada mənim. Atamın mal mülkü ilə əlaqədar idi. Və çox qəribədir ki, kvant fizikası bilirsən də belə bir var ki, şəxsi məsələlər orada daha önəmli olur. Məhkəmə mənim əleyhimə qərar çıxardırdı da, təxminən mən görürdüm ki, uduzuram. Mən birdən-birə dedim ki, bu cinayətə gedməyim, başınız ağrıyar. Və inanın ki, doğrudan da o haqq ədalətin pozulmağı mənim timsalımda. Birdən-birə bu böyük bir müharibə xəbəri sabah eşidirik və sabahsı gün məhkəmədir. Və mən gəlirəm həmin məhkəməyə Təbrizdə. Deyirəm, dünən sizə dediyim, mənə qarşı biraz. Bilirsiniz, insan haqq ədalət tərəfi olanda həmişə müəyyən, bax bu cür, məncə bilsə izah olunmaz bir məsələdir. Ancaq mən yenə də kvant fizikası qanunları ilə deyirəm ki, mən sarsıtdım. Bax, mənim ilk qələbəm orada bir jurnalist kimi, vətəndaş kimi onun idi ki, mən məhkəmədə sübut elədim, məhkəmədə ki, biraz bizimlə zarafat eləməsinlər, haqq ədaləti pozmasınlar. Beləliklə, böyük bir müharibə, 3-cü Dünya müharibəsidir, özümüzü aldatmayaq. Mən orada gördüm, bu çox mühümdür, Azərbaycan jurnalisti orada olmalıydı. Mən ekstrem jurnalistika nümayəndəsiyəm. Görünür, bax, bu cür peşəkarlıq, mən oraya aparıb peşəkarlıq. Xemenqey müharibə dövründə 1936-cı ildə İspaniyada idi, gündəliyini yazırdı. Mən o dəqiqə əlim getdi qələməm. Eşidən kimi ki, müharibə başlayır. Bax, mən sizə deyim ki, instinktlər, yazıcı instinkt. Əlim qələmə getdi. Gündəliyimi açdım, ilk qeydlərimi elədim. Mən görürdüm ki, üfüqlərdən bir də görürsən, tüstü qalxır. Sözsüz ki, Təbriz ətrafında olan hərbi nöqtələri vururdular. Çox yaxşı ki, dinc əhalini vurmurdular. Məsələn, mən öz vizamın dövrünü uzatmalıydım, 14 gün qalmışdı. Mən getdim miqrasiya xidmətinə, Təbrizin sahib küçəsində. Elə içəri girirəm, bir də görürəm ki, hamı qoltuğunda bilgisayarlar, hard disklər qaçırlar. Yarım saat vaxt veriblər bizə. Yarım deyim, nə məsələdir? Amerikanlar İsrail indi vuracaq. Aha, xəbərdarlıq edirlər. Rəhbər işçilər adətən o avtomobillərdə oturur, həmin idarələrin yanında. Yaxınlaşıram, bəs belə, force major, nə qədər istəyirsən qal, artıq get. İlk dəfə hiss elədim ki, artıq İran qayda qanunları işləmir. Hər halda viza məsələsidir. Mənə deyirlər, nə qədər bir azadlıq. Bax, bu kiçik azadlıq nəfəslərini sinəvə dərmək və bu çətin günləri görmək, gündəlikdə qeydlər aparmaq. Mən onları yazırdım, son həyat yoldaşıma göndərmək özü də bir romantikadır. Müharibənin romantikası var. Bax, indi gəlmişəm dinç həyatda, o adrenalin mənə çatışmır. Mən hətta Tehrana da getdim. Tehranda tamam başqa cür bombardımandır. Tehrana gələndə dəhşətə gəldim. Stalingrad döyüşü. O mənzərələr Kərəcdən o tərəfə mənzərə dəyişir. Kərəc Tehranın Sumqayıdıdır. Və görürsən ki, üfüqlər yanır, hava yanırdı. Və yaşılı orada qalmayacaq. Çünki 2 neft bazanı yandırdılar, o hava özü yanırdı. Bax, mən sonra görürdüm ki, o alov çıxan yerlərə yaxın avtomobillər belə sıradan düzülür. Axı, görürəm, əvvəl biri partlayır. 15 dəqiqədən sonra biri belə partlaya, yavaş sənə tərəf gəlir. Mən onun xronometrajını tutdum. Başa düşdüm ki, 15 dəqiqədən bir partlayır. Hətta qorxmadan yaxın gəlirdim. Saatda bilirdim. Yenə də peşəkarlıq. Axı, bizim... Bəli, bu peşəkarlıq, ekstrem jurnalistikanın içində olmaq, Qarabağda olan təcrübə, Çeçenistanda olan, bunlar hamısı bizim karımıza gəldi və biz orada Azərbaycan jurnalistlərinin jurnalistikasının qorxmaz sifətini, mənim orada olmağım çox vacib idi. Azərbaycan Yazarlar Birliyinin Güney Ədəbiyyatı Komissiyasının sədr müaviniyəm. Və onlar onu görürdülər ki, biz qətiyyən qorxmurduq. Həmid müəllim,
müharibə gedir və orada dolanışıq necə idi? İnsanlar çörəyi necə alırdılar, necə tapırdılar? Mən sizə deyim ki, Təbrizlilərin bu zarafatçılığı, Yumor hissi. müharibədə gərək yumor hissini itirməyəsən bütün məsələlər. Və Təbrizlilərin çox güclü yumor hissi var. Məsələn, mən gələndə bəzi yerləri bilirdilər ki, Bakıdan gəlmişəm. Ha, necə gəldiniz? Mən də zarafat. Qaçaq gəlmişəm. İnanırdılar? Yox, fasilə və fasilə nəyə gərək? Gülməyəsən də özün. Belə baxırsan və orada baxışlar səviyyəsində anlayırsan o insan kimdir, sən barədə nə düşür. Lal baxışlar, kinematografik bir mənzərə yaranırdı. Kamera orada daha yaxşı söz deyə bilər, nəinki sözlər. Və birdən-birə mən özüm pozurdum, zarafat elədi. Doğrudan da inanırsan ki, mən. Əlbəttə ki, vaxtı ilə doğrudan da 60-cı, 50-ci illərdə Azərbaycan Demokrat Firqəsi, birisi də burada olub, pişəvərdi. Mənim atam onun fəallarından biridir. Dədələrimiz çox, bax bu cür, qaçaq gedib gəl. İndiyəcən də xatırlayırlar. Və mən sizə deyə bilərəm ki, Təbrizdə olan insanlar bunu xatırlayırlar. Ki, necə bizim atalarımız, çox gözəl təhsil. Mən məsələn, çox yerə gələndə ki, kimsiz, çıxardırdım cibimdən atamın Azərbaycan Demokrat Firqəsinin üzvlük kağızını. Mən özüm də o parça. Doğrudan da həyat elə gətirmişdi ki, mən yeganə adamı idim ki, Azərbaycan Demokrat Firqəsi, oradayam. Mən deyirdim ki, mən Demokrat Firqəsinin nümayəndəsiyəm. Və sizə deyim ki, çox təsir edirdi insanlara, çox. Hətta mən ağlayan adamlar belə görmüşəm. O sözü deyəndə ki, sənədi göstər, mən açırdım. Məsələn, mənim sənədim vardı ki, 1945-ci ildə Əhərdə necə atamla görüşüblər, o sənəd var belə. Mən Əhərdə cəmaatı göstərəndə qocalardan biri dedi ki, atavızı biz xatırlayırıq. Yəni, demək istəyirəm ki, bu təsirli idi. Doğru. Amma mən yenə də müharibə günlərinə qayıtmaq istəyirəm və sizin də məhz olduğunuz Təbrizə qayıtmaq istəyirəm. Təbrizdə bombalanırdı. Mülki insanlara ziyan vurulmasa da bildiyim qədərilə, amma müəyyən yerlər vardı ki, müəyyən obyektlər vardı ki, onlar artıq hədəf idi. Amma insanlar necə qorunurdu? Mən biraz öncə əslində bunu soruşdum. Əslində onlar... Dolanışıq məsələsi. 47 ildir, orada ekstrem bir vəziyyətdir. Xalq öyrəndim, xüsusən Güney Azərbaycanlılar. Mən yenə də deyirəm ki, məsələn, mən çörək üçün növbələr gördüm, quyruqlar. Mən məsələn oteldə qalırdım, 5 ulduzlu oteldə adı El-Gölü. Müharibəyə qədər məsələn açıq İsveç masası idi. Qonaqlar da, ancaq müharibədən sonra o masa başladı tükənməyə, daralmağa. Menyu qısaldı, onu məsələn görmək bəli, qonaqlar qısaldı. Bir də gördün ki, Tehrandan məsələn qaçan adamlar gəlirlər bir gecəlik və avtomobilin üzərində müharibənin qara tozu, o alovların. Bu çox təsirli idi əlbəttə. Müharibənin detalları, qəlpələri gəlib düşəndə başqa yerə çox təsirli olur. Təbrizdə mən yenə də deyirəm ki, Amerikan və İsrail təyyarələri neysə biraz başqa cür bombalayırlar. Məsələn, Ləşkər Aşurat İranın ən bərk gedən hərbi diviziyası sayılır. 31-ci diviziya Təbrizdə onun qərargahı yerləşir. Onu vurmuşdular. Oradan tüstü çıxırdı. Mən onu keçəndə şəklini də çəkdim. Əlbəttə təhlükəlidir, icazə vermirlər. Şəkil çəkməyə, video çəkməyə qəti icazə yoxdur. Ancaq mən çəkdim. Hətta mətbuatda da bölüşmüşəm. Ancaq orada necə olub? Mənə deyirdilər, hərbçilərə xəbərdarlıq gəlib ki, burax, çıxın. Mən məsələn deyirdim, əvvəlcə göydən axı o F-35 təyyarələrinin xüsusi bir uğultusu var. Mən onu öyrəşmişəm o musikası. Sonra yavaş-yavaş gördün aşağı gəlir. Sonra bilirdin ki, 10-15 dəqiqədən sonra vuracaqlar. Bəli, danq belə. Ancaq uzaqdan gəlir. Təbrizlilər də o dəqiqə öz şəhərlərini verirdilər ki, orada adam yoxdur Əmid ağa, hamı boşaldılıb. Ümumiyyətlə, müharibə xəbərdarlığı ilə bağlı radio vasitəsilə əhaliyə müraciət olunmuşdu, xəbərdarlıq olunmuşdumu? Bəli, orada müəyyən xəbərdarlıqlar olur. Ancaq əsasən belə bilirsiniz necədir? Məncə hərbi dalğalara, o bildiyinizdə telsizlərə neysə bir mesajlar gəlir. Amerikanların özü, İsrail ki, vuracaq, tez çıxın. Və görürsən ki, qaça-qaça bir də ki, o hərbçilər, polis məntəqələrini vururlar.
hərbi məntəqələri vururlar. Mən məsələn Tehrana gedəndə gördüm ki, körpü altında o bir cəngavər kimi giyinən bəsicilər və sepahlar birdən-birə mərmi düşdü və gördüm ki, necə divara çırpdı. Yaxşı ki, onlar dəmir belə paltarlarda idi. 5-6 nəfər dəydi divara düşdü. Biri belə gicəlləndi. Yəni mənzərələr əslində çox qorxuludur. Təbrizdə yoxdur. Bunlar Tehrandadır. Hərbi mənzərələr Stalingrad döyüşü belə deyək. Kərəc, İsfahan, Fars körfəzi ətrafında çox amansız bombardmanlar gedir. Ancaq Azərbaycan bölgəsində mən yalan danışmaq istəmirdim. Mən onu görmədim. Elektrik kəsildimi? İşıqlar kəsildimi? Elektrik bir də görsən gedir, blackout olur. O dəqiqə... Onda insanlar nə edirdilər? Elə siz də onda nə edirdiniz orada? Oteldə bir dəfə söndüm. Çox yox, bir dəqiqə. O bir dəqiqə bəs idi ki, ikinci ev yananda insanların sifətinə baxasan, görürsən ki, necə qorxmuşdular. Yox, Təbrizlər öyəncəlidirlər, o qədər də yox. Ancaq belə qorxurdular. Az olur. Tehranda çox olur. Biz deyirəm ki, 2 dəfə getdik, gəldik. Təbrizdəki bizim jurnalist dostlarımız çox xahiş elədilər məndən ki, mən hətta o Xamneyinin bombardman edilmiş yerində gördüm, hələ düşdülər. Mənə dostlarım deyirdi ki, bəlkə buradan reportaj apararsan, mən deyim ki, baxarıq. Çünki doğrudan da müəyyən icazələr lazımdır ki, mən o icazələri pozmaq istəmirdim. Mən qarşı tərəf çox istəyirdi ki, mən mikrofonu götürüm, nəsə yazım, nəsə deyim. Həmid müəllim, müharibənin içində olmaq bir jurnalist üçün, bir yazıcı üçün onun təəssüratlarını da bir qədər genişləndirir. Çox. Və istisna deyil ki, artıq əgər burada bir yazıcı və yaxud da bir jurnalist artıq qələmə yer verirsə, sözə yer verirsə, gündəliyi formalaşır. Onun o müharibə qeydləri, müharibə gündəliyi formalaşır. Həmin anda orada Təbriz gündəliyinizin məğzində əsasən nə yer aldı orada? Yəni əsas mövzu orada, siz orada nəyi qeyd elədiniz xüsusi olaraq? Məsələn, Təbrizin yanında Qaraməlik kəndi var, iftar süfrələri verilirdi. Ramazan döyüşü, İranda buna Cəngi Ramazan deyirlər. Ramazan müharibəsi. İndi iftar süfrələri açılır, bizi Qaraməliyə dəvət eləmişdilər. O dəqiqə Həmid ağa keçsin yuxarı başa. Çox böyük hörmətlə. Mən sizə deyim ki, mən orada çox böyük hörmətlə. El arasında. Həyat var, yaşantı var. Müharibəni görmək jurnalisti böyüdür. Jurnalist əgər qələmə ələ atırsa. Həmid müəllim, siz həm də uşaqları da görürdünüz orada. Bəli. Uşaqlara müharibə, çünki bilirsiniz ki, bir mənalı olaraq uşaq psixologiyasına mənfi təsir göstərir və artıq onun şuurunun alt qatında müharibə bir fərqli formada yəni cəmləşir. Çünki müharibə heç bir halda yaxşı bir şey deyil. Çünki bunun yəni bəşəriyyətə heç bir zaman xoşbəxtlik gətirməyib müharibə. İstənilən söhbət, burada müharibəyə söhbət gedir. Amma uşaqlar nə edirdilər? Siz onları necə görürdünüz? Onlar nəyi düşünürdülər? Bax, belə deyək də, bu müharibə onların yaddaşında həm də necə qaldı və necə qalır? Məktəblər tənəffüsdədir, yaxud fasilədədir, tətildədir. Uşaqlar evdədirlər, darıxırlar ilk növbədə. Təyyarə səsi gələndə o dəqiqə uşaqlar göyə tuşlanırlar, taxta götürürlər, atəş açırlar. Yəni, Azərbaycan uşaqları belə səfərbər olur, özlərini belə müharibə işdir. Bax, böyüklər heç vuruşmur. Ancaq uşaqlar üçün virtual bir film elə bil gedir. Film gedir və bunlar onun iştirakçısı olub. Bu Fellini'nin kino kamerasına layiq kadrlardır. Siz çox gözəl o anları tutdunuz, məqamları. Təbriz küçələrində uşaqlar müharibənin iştirakçısı olmaq istəyirlər. Və onun üçün də özlərinə silah düzəldirlər, göyə atəş açırlar və bunu çəkmək, qorxmurlar. Axı, orada uzun müddət müharibə olub, inqilab. Xalq, Azərbaycan xalqı qorxaq deyil. Bəlkə də hərbi əməliyyatları yox. Uşaqların bu müharibəyə olan reaksiyasını və oyunlarını çəksəydi, no comment kimi göstərsəydi Avro News-da, sözsüz ki, bu çox böyük. Təəssüf ki, biz bunu etmədik. Bax, bu siz mənə deyirsiniz, bax, budur jurnalist əməkdaşlığı. Biraz bax, bu mənim səhvim olur. Bax, indi siz deyirsiniz,
Mən gedib böyükləri yox, uşaqları çəkərdim. Çünki onların reaksiyası daha səmimidir, siz izləyirsiniz. Çünki biz yaxın şərqdə müharibədən uşaqların necə əziyyət çəkdiyini də görürük və uşaqların məhv olduğunu da görürük. O baxımdan təhlükəsizlik sizi qane etdimi bu müddət ərzində Təbrizdə? Bəli. Bəli, bomba sığınacaqları deyəsən çox azdır. Cəmaət demək olar ki, ora heç girmirlər. Girsəydi mən bilərdim. Eşitdiyimə görə güya İran-İraq müharibəsi dövründən qalma bir-iki dənə əldə qayırma yeraltı sığınacaqlar olub. Onlar da güya işləmir. Güya evlərinin altında zirzəmi, ancaq bir nəfər də zirzəmiyə düşmür. Əksinə dama çıxırlar. Təbrizdə çıxırlar damağa, başlayırlar. Bu, bilirsiniz də Ramazan günü idi, ay axtarırdılar. Ancaq bilmək olmurdu, bunlar ay axtarır, yoxsa F-35 təyyarələrini. Çünki ay görmək də bir lütfdir, təyyarəni görmək də bir. Bu, müxtəlif, gör nə qədər fərqlər birləşirdi və çox maraqlı kinematografik mən deyirəm. Mən bu mənzərələri yazmışım. Necə ay axtarırlar, necə F-35'ləri axtarırlar damlarda. Parmaqlar uzanır, biridir tapdın, biridir yox tapma, biridir yox tapdınsa sənə nə verəcək? Məsələn, ayı tapsaydın sənə məsələn iftar süfrəsində yuxarı yerdə əyləşirdin, F-35'i gördün, sənə nə mənə verir. Təbrizlərin o qəşəng ləhcəsi. Ekstrem, mən özüm indi qayıtmışam və hiss edirəm ki, adrenalinim çatışmır. Nəysə görünür, çox yoluxucu bir hissdir, müharibə təhlükəsi. Bizim qorxmamağımız. Məsələn, Bakıdan gələrək qorxmuruq, xalqın içində çox yaxşı orada təsir edir. Ki, Bakı bizimlədir. Xalqdan söhbət gedir. Ədəbiyyat gəlib, yazıcı gəlib. Onlar sevinirdilər ki, mən nəsə yazıram. Həmidən, bunu da yaz. Bax, mən dəftərdə nəsə qeyd edirəm. Biri gəlir ki, məsələn, bunu da yaz. O biri deyir, bunu da yaz. Bu, mənə çox xoş təsir edir. Sözsüz ki, biz nəzarət altındayız, aldadmayaq. Ancaq biz çalışırdıq ki, İran İslam Respublikasının qayda qanunlarını pozmayaq. Aha. Mən Həmid bəy, sizə təşəkkür edirəm və təbii ki, həm də bizim bir oxucu olaraq sizdən həm də gözlədiyimiz, bəlkə də bunu yaxşı mənada desək, həm də tələb etdiyimiz o Təbriz qeydləri, Təbriz gündəliklərindən bağlıdır ki, və biz ümid edirik ki, siz onu yaxın zamanlarda daha geniş bir auditoriyaya təqdim edəcəksiniz. Mən sizə təşəkkür edirəm, çox sağ olun, minnətdarım. Təşəkkür edirəm, çox sağ olun. Bir daha xatırladım ki, real intervyuda qonağım yazıcı, şair və elə yeri gəlmişkən Təbrizdən yenicə gəlmiş bizim yazıçımız Həmid Hirşçi idi. Yenidən görüşmək ümidi ilə hələlik.